Dəhşətli qətl hadisəsi ötən gün Lerik şəhərində baş verib. Şəhərin Pirzə küçə kənd sakini 33 yaşlı Cəmaləddin Cəbrailoğlu Sürətov qaynatası Bağır Əliyevin evinə gələrək azyaşlı körpələrinin gözü qarşısında 25 yaşlı həyat yoldaşı Məhsəti Bağır qızı Sürətovaya və qaynanası 54 yaşlı Leyla Bağır qızı Əliyevaya Winchester markalı tüfənglə bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində hər iki şəxs yerindəcə dünyasını dəyişib. Qətli törədən Cəmaləddin Sürətov 4 aylıq və 4 yaşlı uşaqlar götürərək Pirzə küçə kəndində olan atasının yaşadığı evə gedib. Övladlarının valideynlərinə təhvil verən Cəmaləddin daha sonra özünə də atəş açaraq intihar edib. Hadisənin ailə məişət zəminində baş verdiyi bildirilir. Belə ki, Məhsəti Sürətovanın yaxınlarının sözlərinə görə Cəmaləddin bir neçə gün öncə həyat yoldaşını döyüb, uşaqları ilə birgə atası gilə göndərərək işlədiyi Sumqayıt şəhərinə gedib. Ötən gün rayona qayıdan Cəmaləddin qaynatası gilə gedərək ailəsini evə aparmaq istəyib. Qaynatasının iş yerinə dəyib. Bəli. Orada deyib ki, bəs gəlib gedək evə. Qaynatası deyib gedir və mən də gəlirəm. Nəsə gəlib bu hadisəni törədəndən sonra gedib qaynatasına deyib ki, bəs sən indi get gəlin evə. Qaynatası da gəlib, görüb ki, vəziyyət bu cür. Faktla bağlı Lerik rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Məhəmməd Rzayev, İmran İqbaloğlu, Lerik.